Hər bir insanın həyatında məqsəd olmalıdır. Həyat boş yerə yaşanmır. Hər birimizin ürəyində, qəlbimizdə bir məqsəd, bir arzu olmalıdır. Məqsəd insanı yaşadır, ona güc verir və həyatına məna qatır. Məqsədsiz insan dənizsiz gəmi kimidir, istiqamətsiz və yorğun. Amma məqsəd qoyan insan qarşısına çıxan maneələrə baxmayaraq irəliləyir. Düşdüyü yerdən qalxır. Peyğəmbərimiz buyurub, hər bir işin başlanğıcı niyyətdir. Yəni, hər işin əsası məqsəd və niyyətdir. İnsanın məqsədi böyük ola bilər. İnsanlara faydalı olmaq, ədaləti yaymaq, sevgi vermək və ya kiçik, özünü inkişaf elətdirmək, ailəsini xoşbəxt etmək. Unutma, məqsəd insanı gücləndirir və ona həyatın mənasını göstərir.